Bismillahirrahmanirrahim və bihi nəstəyin. Həzrəti xanım Fatimə-i Zəhra bütün insanlıq üçün istər bəy, istər xanım olsun bir nümunə və örnəkdir. Eləcə də övlad tərbiyəsində və tərbiyə üsullarında həmçinin. Həzrəti xanım Fatimə-i Zəhranın tərbiyə üsullarına baxdığımız zaman görürük ki, o övlad tərbiyəsinə hədsiz dərəcədə diqqət yetirmiş və körpə yaşlarından övladlarının tərbiyəsinə zaman qoymuşdu. Beləcə o, uşaqlarının sağlam qidalanmasına, kiçik yaşlardan ana südü ilə qidalanmasına, özünün az qalması bahasına belə onları doyuzdurmağa və məxsusən Qədr gecələrində yüngül qidalanmalarına diqqət yetirirdi. Və daha sonra diqqət edirik, görürük ki, övladları kiçik yaşlardan elm ilə doldururdu. Yəni, hətta tarixdə qeyd olunur ki, İmam Həsən əleyhissalamı 7 yaşından səcdə etməyi öyrədir və tez-tez onu Peyğəmbərin sorağına göndərir ki, Peyğəmbərdən bəzi şeyləri öyrənib, gəlib ona danışsın və bu yolla onun elm öyrənməsinə vasitəçi olurdu. Eləcə də görürük ki, o övladlarına şəxsiyyət verirdi və müsabiqə, yarışmalar etməklə, idmanla məşğul olmaqla onlara şəxsiyyət verməyə çalışırdı. Və daha sonra məhəbbətə diqqət yetirsək, onlarla danışıq tərzində və rəftarında böyük məhəbbətlə davranırdı. Və Həzrət xanım Fatimə-i Zəhranın digər bir xüsusiyyəti bu idi ki, o uşaqlarına vaxt qoyarkən onlara kiçik yaşlarından qonşu hüquqlarını, qonşuların haqlarını öyrədir və ibadət ruhiyyəsini onlarda canlandırırdı.